Değerli yoldaşlar, xoş gördük hər birinizə. Mən Fariz Məlim Axundzadə. Bu gün sizlərlə MHM-in test bankından sifət bölməsinin izahına baxacağam. Vaxt itirmədən başlayaq. Aşağıdakı sözlərdən biri ümumi qrammatik mənasına görə fərqlənir. Ümumi qrammatik məna deyəndə nitq hissəsini nəzərdə tutur. Maraqlı, ağıllı, bilikli, sevimli hamısı sifət olduğu halda şəhərli isim olur. Sifətlə bağlı verilənlərin hansı doğrudur? Sifət aid olduğu əşyalarla bərabər işlənmir, fikri yanlışdır. Aid olduğu isimlə bərabər işlənir. İsmi xüsusiyyətini daşımadan mübtəda tamamlıq xəbər kimi işlənmir. İsmi xüsusiyyətini daşımadan mübtəda tamamlıq kimi işlənmir, fikri doğrudur, amma xəbər kimi işlənə bilər. Ola bilər ki, xəbər ola, amma ismi xüsusiyyətini daşımaya. Məsələn, deyirəm, o gözəldir, necədir? Sifət qeyri-müəyyənlik halda işlənmir, xeyr işlənə bilər. Sifət aid olduğu ismi itirikdə hər zaman müstəqil cümlə kimi işlənir. Sifət ola bilər ki, aid olduğu ismi itirə, yəni isimləşə, amma tərkibin daxilində ola. O zaman müstəqil olmayacaq. Morfoloji sintaktik sualı fərqlənə bilər. Bəli. Məsələn, qoca ayrıca sifətin sualına cavab versə, isimləşəndə kim sualına cavab verə bilər. Düzəltmə sifətləri bizdən soruşur. Hür, əyən, küs, əyən, yatağan. Yoldaşlar, qiyabi sözü sadədir. Qaçaq sözdə isimdir. Yaxşı, ona görə bu testin cavabı 1, 2, 3 C variantı olur. Hansı cümlədə quruşla düzəltmə olan iki sifət var? Dünənki qonaqlar, dünənki düzəltmə, güclə danışırlar. Bu güclə sözü zərfdə, bunu çıxacaqsınız. Onun vaxtsız gedişi bu düzəltmə sifətdir. Məni daim üzürdü, daim zərfdir, həm də sadədir. Bugünkü mürəkkəbdir. Qonaqlığa narıncı palto, bir dənə narıncı sifəti var burada. Azğın düşmən, qaynar suyu aşağıya axıtdı. Qaynar. Anam qayğıkeş və səmimi bir insandır. Səmimi sadədir. Burada azğın və qaynar düzəltmə sifətləri olur. Ona görə 4-cü cavabı olur D variantı. Azaltma dərəcəli sifət işlənmiş cümlə hansıdır? Hövsələ sözü isimdir. Kəm hövsələ ad dərəcələ sayılır. Bəniz isimdir, qarabəniz də ad dərəcələ sayılır. Mavi nəvəsi alagöz bir qızdır. Alagöz ad dərəcəli olan sifətdir. Bizim müdür açıq fikirli adam deyil. Aha, bu açıq fikirli də olacaq burada mürəkkəb sifət. Bax, o gördüyün qarayanız. Qarayanız artıq burada dərəcə əlaməti qəbul edib. Ona görə cavab olur E variantı. Məsələn, açıq fikirli niyə dərəcələ deyil? Birincisi, açıq sözü defislə yazılmalıdır. İkincisi, açıq sözün sonra hökmən rəng bildirən sifət gəlməlidir. Sonra ala sözü görürsünüz defislə yazılmalıdır. Defislə yazılmıyor baba. Sifət yalnız ismi xüsusiyyətini daşıyanda nöqtələrin yerinə tamamlayın. Cümlədə xəbər kimi işlənir. Xeyr, ismi xüsusiyyətini daşımayan xəbər ola bilər. Təyin ola bilər. Yalnız ismi xüsusiyyətini daşıyan təyin ola bilər. Xeyr, əksinə ismi xüsusiyyətini daşıyan təyin olunur. Mübtəda xitab kimi işlənir. Doğrudur. Aid olduğu əşyanı təyin etmir. Doğrudur. Cavab olur B variantı. Eyni şəkil sizlərdən sifətləri göstərin. Soyu, soyuq, böyü, böyük, titrə, titrək, parla, parlaq, çürü, çürük. Yoldaşlar, hamısında ki var, amma ığın çığısı, yoxsa aqın çığısı olduğunu bilmək üçün çıdan əvvəlki sayətə baxın. Qapalıdırsa ığındır, açıqdırsa aqındır. Görürsünüz ki, burada 1, 2 və 5 qapalı sayətdə olduğu üçün deməli ığındır. 3 və 4 açıq sayət olduğu üçün deməli aqındır. 3, 4, 1, 2, 5. Ona görə bu sualın cavabı olacaq C variantı. Davam edək. Mürəkkəb sifət işlənmiş cümlələri müəyyənləşdirin. Aha, yenə həmişəki kimi rəngbərəng, rəngarəng daha doğrusu biri seçirik. Açıq qırmızı, bunu seçirik. İnsan həyatda daim ələ açıq olmaq mürəkkəb feildir, bunu çıxırsınız. Dünənki düzəltmədir, sonra orada saysız hesabsız. Yoldaşlar, yadınıza saxlayın, saysız hesabsız sayıdır. Qeyri-müəyyən miqdar sayı. Şəhərdəki binaların hamısı çox mərtəbəli, çox mərtəbəni də götürə bilərsiniz. Cavab olur A variantı. 9. Cədvəldə əsasən uyğunluğu müəyyənləşdirin. Dümdüz sifətində morfoloji yolla çoxalma dərəcəsi əmələ gəlib. Bu doğru fikirdir yoldaşlar.
Yadınıza saxlayın. Dümdüzdə m ünsürünə yaranır. Buna görə morfologiyadır. Amma dümağ olsaydı orada düm hissəci olacaqdı və sintaktik olacaqdı. Ona görə bu doğru fikirdir. Qarşısına yanlış yazılıb. Bunu çıxın. Biz yaxşıca dincəldik cümləsindəki sifət çoxaltma dərəcəsindədir. Burada yaxşıca dincəlmək sözünə aid olduğu üçün sifət deyil, zərfdir. Bu yanlışdır. Bununla çıxır, çünki qarşısında doğru yazılıb. Ağlayan və dinləyən sözlər düzəltmə sifətdir. Ağlayan, dinləyən. Deməli, ağlayan, dinləyən görürsünüz bu an feili sifətdir. Ona görə düzəltmə sifəti fikri yanlışdır. Qarşısına yanlış yazılıb. Ya doğru cavab olacaq C variantı. Sifət isim xüsusiyyətini daşıyanda sifətə aid bütün xüsusiyyətlərini itirir. Bütün xüsusiyyətini itirir. Məsələn, dərəcə əlaməti qalacaq. Yanlışdır. Böyük sözü dinləmək cümləsində sifət isim xüsusiyyətini daşıyır. Doğru, amma sadə deyil. Düzəltmədi. Yanlışdır. Bununla çıxırıq. 10-cu sual. Yaltaqlıq pis sifətdir. Lap iyrənc rəzalətdir. Yaltaqlıq isimdir. Pis sifətdir. Lap iyrənc də birlikdə deməli sifət olur. Sifətlərin ikisi quruşca düzəltmə, biri isə sadədir. Belə çıxır ki, burada 3 dənə sifət var, düzdür. Amma burada 2 sifət var, biri çıxırıq ona görə. İsim xüsusiyyətini daşıyan sifət cümlə üzvünün ifadə vasitəsidir. Pis sifətdir, lap iyrənc rəzalətdir. Burada pis sifət, iyrənc rəzalət heç bir isim xüsusiyyətini daşımayıb, ikindən çıxırıq. Sifətlər müxtəlif dərəcələrdə təyin ifadə vasitəsidir. Pis sifətdir, necə sifətdir, lap iyrənc rəzalətdir, necə rəzalətdir. Pis adi dərəcədir, lap iyrənc çoxaltmada 3-ü götürürük. Həm təyin olublar, həm də müxtəlif dərəcədir. Nümunədə cəmi 2 sifət işlənib, heç bir isimə və ya feil lamonim deyil, düzdür. Pis və iyrənc heç bir sifət isim və feil lamonim deyil. Ona görə onun sualının cavabı olur B variantı. Hansı cümlədə kökü sifət lamonim olan söz işlənmişdir? Sən belə getsə heç düzəlməyəcəksən. Al, əl 2 variantlıdır. Bunun kökü elə sifətdir. Daha sonra sıxlaş, laş 2 variantlı bunda kökü sifətdir. Al, əl 2 variantlı bunda kökü sifətdir. Tarı əlinə alıb Tarzan onu yenidən köklədi. Bu kök isimindən kökləmək feili yaranır. Ona görə bunun kökü kök sözü, kök ismi kök sifətlə homonimdir. 11 olacaq D variantı. Özün bilirsən ki, onun üçün düzlük. Düzlüyün kökü düz sifətidir. Sifətlə homonim deyil, yəni sifətin özüdür burada. Ailəmiz mülayim, yaşayışımız sakit, dolanışığımız mehriban idi. Burada idilər ixtisar olunub. Belə düşündə ailəmiz mülayim idi, yaşayışımız sakit idi, dolanışığımız mehriban idi. İdilər ixtisar olunub. Cümləsinin təhlilinə aid deyil, yəni yanlışı bizdən soruşur. Sifətlər üçü heç bir isim xüsusiyyətini daşımır. Mülayim necə, sakit necə, mehriban necə, xəbər olmasa baxmayaraq isim xüsusiyyətini daşımır. Fikri doğrudur. Kökü sifətlə homonim olan söz işlənməyib. Baxaq. Deməli, kökü sifətlə homonim olan söz işlənməyib deyir, düzdür. Yaşayışımız, yaşayış, düzdür. İndi yoldaşlar, kökə sifətlə homonim olan sifət demir də, söz deyir. Burada yaşayış sözünün kökü, yaş ismidir. İnsanın yaşı olur ki, yaşayır da. Bu yaş 1 yaş, 2 yaş, 3 yaş. İnsan yaşı mənasında. Bu yaş sifətlə homonimdir. Ona görə söz işlənməyi fikri yanlışdır. Sifətlərin heç biri əlamət bildirmir. Heç biri əlamət bildirmir. Deməli, mülayim, ailəmiz mülayimdir. Yaşayışımız sakitdir. Dolanışımız mehribandır. Bəli, heç biri əlamət bildirmir. Çünki bura keyfiyyət bildirəcək, düzdür. Ailənin mülayim, yaşayışın sakit, mehriban, dolanışın mehriban olması əlamət yox, keyfiyyət bildirəcək. Deməli, bu fikir də bura aiddir. Hamısı xəbərin ifadə vasitəsidir, doğrudur. Sifətlərin heç biri qrammatik şəkilci qəbul etməyib. Bu idi hissəcikdir, şəkilci deyil. 13-cü suala baxırıq. İsimin xüsusiyyətini daşıyan sifət hansı cümlədə müstəqil cümlə üzvü deyil? İsimləşsin və müstəqil cümlə üzvü olmasın. Nənəm deyirdi ki, isimin xüsusiyyətini daşıyan sifət. Qocalıq gələndə ömrün payızı başlayır. Burada qocalıq özü isimdir, heç bura sifət yoxdur. Həmişə yaxşı insanların yaxşı da
Sorağa gəlir. Yaxşı, yaxşı sifətdir, isimləşməyib. Kim başına salamat saxlasa, ağıllı adam elə o olar. Burada bir dənə ağıllı sifətdir. O necə sualına cavab verir, isimləşməyib. Akifin körpəsi atasını görən kimi tanıdı. Burada Akifin körpəsi birlikdədir, yəni müstəqil cümlə üzvü deyil. Eyni zamanda körpə sözü də isimləşib, çünki mənsubiyyət şəkilçisi qəbul edib. Çalışan öyrənciləri, çalışan fe'li sifətdir, öyrənci isimdir, başqa sifət də yoxdur. Keçirəm 4-cü suala. Hansı çadırı qurdu göydə topa-topa sıx buludlar cümləsinin təhlilinə aid olan fikirləri bizdən soruşur. Burada topa buludlar, sıx buludlar, bunlar sifətdir. Həm sadə, həm də mürəkkəb sifət işlənib. Bu doğrudur. Biri götürürük. Sifətlərin hər ikisi keyfiyyət bildirir. Aha. İndi topa sıx buludlar əlamət bildirir. Axı biz buludun topa və ya da sıx olduğunu görürük. Ona görə keyfiyyət deyil, bu yanlışdır. Cəmi 3 sifət işlənib, xeyr 2 sifətdir. Fərqləndirən sifət sıxlaşmaq sözünün kökü ilə amonimdir. Aha. İndi sıxlaşmağın kökü onsuzda, bu iki variantlı olduğu üçün sıx sifəti düzdür. Bunun özü də sifətdir deyə. Bunlar amonim olmayacaq. Bunda çıxın. Sifət sıxıntı sözünün kökü. Bəli, ıntı 4 variantlı feildən yaradır. Bunun kökü sıx feilidir və buradakı sıx sifətin amonim ola bilər. 5-i də götürsək, cavab olacaq E variantı. Dünənki çuqun boruları qapalı otaqda saxladıq. Dünənki sifətdir, çuqun isimdir, boru isimdir, qapalı sifətdir. Başqa sifət, yaralıları da ora yığaq. Aha. Deməli, nəyi soruşur bizdən? Təhlilinə aiddir. 4 sifət işlənib. Deməli, yoldaşlar 1, 2, 3 sifət işlənib. Biri çıxın getsin. Fərqləndirən sifət dərəcəyə görə dəyişə bilmir. Bəli, ki və dakini yaranıb deyə dərəcəyə görə dəyişməyəcək. Götürün. İsmin xüsusiyyətini daşıyan sifət feildən düzəlib. Aha. İsmin sifətini daşıyan sifət yaralı sifətidir. Yar, yara, yaralı. Bu da yara ismindən düzəlib. Yanlışdır. Sifətin sonuna cavab versə, sifət olmayan söz işlənib. Bəli, çuqun boru necə boru sifətin sonuna cavab verir, amma isimdir. Sifətlərin hamısı quruluşda düzəltmədir. Dünənki, qapalı, yaralı. Hamısı dünənki, qapalı, yaralı. Deməli, hamısı quruluşda düzəltmədir. Bu da doğru fikirdir. Ona görə cavab olacaq 2, 4, 5. Baxırıq növbəti suala. Məzmunca çoxaltma dərəcəsinə bənzəyən, lakin qrammatik baxımdan çoxaltma dərəcəsində olmayan söz. Onun nitləri hələ lap balaca idi. Bu onsuz da çoxaltma dərəcəsindədir. Yanlış olduğunu açıq aydın. Açıq aydın çoxaltmaya oxşasa da, amma açıq sözün sonra rəng gəlməlidir. Rəng gəlməyib deyə adi dərəcədə cavab B olacaq. Ağappaq onsuz da çoxaltma dərəcəsindədir. Kəmşirin olmaq feildir. Buna bir fikir yürüdə bilmərik. Olduqca ağır, elə bu da çoxaltma dərəcəsindədir. 17-ci suala baxırıq. Hansı cümlədə ismin xüsusiyyətini daşıyan sifət işlənib? Gözləri ömür yaşından çox-çoxunca qoca olub. Qoca olmaq mürəkkəb feildir. Burada başqa isimləşən yoxdur. İnsanı ümidsizlik qədər yıxan ağır və ümidsizlik isimdir. İnsanlığı yıxan içlərindəki baltalar fitnəkarlardır. Fitnəkarlardır. Görürsünüz, sifət olsa da ismi xüsusiyyətini qəbul edib. Bildirçi sifətli ismi xüsusiyyətini qəbul edib. Tez gülənlər, vaxtında gülənlər. Bu gülənlər fe'li sifətdir. 3, 4, 17 olur. D variantı. Baxırıq 18-ci suala. Deməli, alagöz, sarışın, körpəcə bir qız. Alagöz, sarışın, körpəcə bir qız. 4 divar içində ağlayır. Yalnız ağlayır. Yalnız bura zərfdir. İşimiz bundan yoxdur. Aha. Birinci misrada sifətin bütün dərəcələrinə aid nümunə var. Alagöz adidir. Sarışın azaltmadır. Körpəcə də çoxaltmadır. Bir doğrudur. Quruluşca 3 sadə bir mürəkkəb sifət var. Sarışın, aha. 3 dənə sadə sifət olamaz. Çünki elə burada cəmi 3 dənə sifət var. 2-ci çıxanı. Sonra. Sifətlərin biri ismi xüsusiyyətini daşıyır. Alagöz, sarışın, körpəcə heç biri daşımır. Sifətlərin hamısı mübtədanı təyin edir. Bəli, hamısı qız mübtədasını təyin edəcək. Azaltma, çoxaltma dərəcəli sifətlər eyni üsulla yaranıb. Alagöz, sarışın və körpəcədən söhbət gedir. Bu morfoloji yolundan azaltmadır. Bu da morfoloji yolundan çoxaltmadır. Ona görə cavab olur
C variantı. 19-a baxırıq. Eyni şəkildə həm düzəltmə isim, həm də düzəltmə sifət əmələ gəlib. Tarixi hadisələrin təsirindən ayılmayan xalqı dünyəvi işlərə məcbur edirik. Bura dünya sözü sadədir, iltisaqı pozulub. Xalq buradakı xalqı qrammatikdir. Tarixdə bir dənə leksik var, bunu çıxacağıq. Qorxaq. Gözlərindəki mərhəmətli özünü isti yataq. Bəli, aqla yataq ismi qorxaq sifəti düzəlib. 19-cu cavab B olur. Sabahçı işləri vaxtında bitirmək üçün bugünkü, sabahçı bugünkü sifətlərdir. Qolundakı, başqadakı yoxdur. Evdarlıqdan yorulmayan, evdarlıq, minnətdarlıq hər ikisi isimlərdir. Baxırıq 20-ci suala. Deməli, nəyi soruşur bizdən? Doğruları soruşuruz. Əşya ilə bağlı olur, müxtəlif cümlənin ifadə vasitəsi ola bilər. Əşya ilə bağlı olur, belə deyək də, isim elə əşya deməkdir. Əşya ilə bağlı necə olacaq ki? Düzdürmü? Həm də müxtəlif cümlələr vasitəsi olur, hər ikisinə aid olmalıdır, ona görə biri çıxırsınız. Yalnız qrammatik mənası olan bəzi sözlərə amonim ola bilər, hər ikisi köməkçisinə amonim ola bilər. İçində çıxırsınız. Birdən ikincini çıxaq. Cavabımız avtomatik qalır. Cümlə daxilində əsas sintaktik seçim itirə bilər. Bəli, sifət isimləşə, isim sifətləşə bilər. Məsələn, isim mübtəda olur normalda, amma təyin də ola bilər. Sifət təyin olur, amma mübtəda da ola bilər. Morfoloji sintaktik sualı bir-birindən fərqlənə bilər. Bəli, sifətləşəndə, isimləşəndə suallar fərqlənir. İsim xüsusiyyətini daşıyan dərəcə əlamətini itirmir. Doğrudur. Təyinin və mübtədanın ifadə vasitəsi olur, ortada olmalı deyə yanlışdır. Baxırıq 21-ci suala. Deməli, sonuncu görüşdə, sonuncu saydı tapdığım gövhər əvvəlki gövhərdən daha dəyərli. Əvvəlki, bir də dəyərli. Nümunədə 3 sifət işlənib, xeyr 2 sifət işlənib, biri çıxırsınız. Sifətlər quruluşa düzəltmədə sintaktik vəzifələri eynidir. Sonuncu görüşdə tapdığım gövhər əvvəlki gövhərdən daha dəyərlidir olmalıdır, düzdür? Ona görə bu olur xəbər, amma əvvəlki olur təyin. Ona görə sintaktik vəzifələri eynidir, yanlışdır, yanlışı yanlış deyər deyə bu avtomatik doğrudur. Bizdə də nəyi soruşur? Aid olanı soruşur. Sifətlərin biri çoxaltma dərəcəsindədir, daha dəyərli çoxaltma dərəcəsindədir, daha ədatla işlənib. Biri isə kökü zərflə amonim olan sözdür. Əvvəlki sözün kökü ilə əvvəl zərfində, zərflə amonim deyil axı. Bu yanlışdır, qarşıdan yanlış yazılıb deyə doğru götürəcəksiniz. Birinci misradakı sifət təyin rolundadır, quruluşda düzəltmədir. Birinci misrada ümumiyyətlə sifət yoxdur. Bu yanlış fikirdir, qarşıdan doğru yazıb çıxacaqsınız. Sifətlərin biri kökü feil olan isimdir. Sifətlərin biri kökü feil olan isimdən düzəlmişdir. Ad dərəcədədir. Yoldaşlar, belə deyək də sizə, əvvəlki sözü zərfdən düzəlib və ad dərəcədə, düzdür? Digər dəyərli sözü artıq ad dərəcədə deyil deyə bu 100% yanlış fikirdir. Düzdürmü? Yanlışın qabağına yanlış yazıb doğru olacaq. Ona görə bunu da seçirik. Keçək növbəti suala. Düzdür. Bunu eləmək çox çətindir. Bu düzdür modal sözü, bu ara sözü, bunu çıxacaqsınız. Bunu eləmək çox çətin, amma çox vacibdir. Çox çətin, çox vacib də olur sifətlərimiz. Aha. İndi bizə nəyi soruşacaq? Aid olanı soruşur. Baxaq. 3 sadə sifət işlənib, fikri yanlışdır. Deməli, sifətlərin üçü də xəbər vəsiləsinədir. Xeyr, düzdür, burada ara sözdür. Sifətlərin ikisi çoxaltma bir ad dərəcəlidir. Xeyr, 3 dənə sifət yoxdur ki, heç biri isimləşməyib, çətindir, necədir, vacibdir, necədir, doğrudur. Sifət ismin əlamətini qəbul edib, xeyr, ismin əlamətini qəbul etməyib. Qəbul edib, onun xüsusiyyətini daşıyır. Daha doğrusu ismin əlamətini qəbul edib, şəkilçi, xəbərli şəkilçi qəbul edib. Amma o xüsusiyyətini daşımır axı, isimləşməyib. Keçirik növbəti suala. Hansı cümlədə işləmiş ədata əsasən demək olar ki, qüvvətləndirici ədat özündən sonra işləmiş sifətin dərəcəsinə təsir etməyə bilər. Belə günlərdə olduqca ürək açan bura təsir edib, çoxaltmadır. Axı gəzməli yerlərə getmədikdən sonra pasiv istirahətin heç bir mənası yoxdur. Burada heç bir mənası, sifətə aid ədat yoxdur. Nənəmin bağçada əkdiyi güllər necə də gözəl idi. Gözəl burada sifətdir.
Necədə ədatdır, amma necədə dərəcə əlaməti yaradan ədat deyil deyə ona görə cavab C olur. Qədir bilməsən də bu torpağın hər qarşı gözəldir ha. Aha. Deməli demək olar ki, qüvvətlənici ədat özündən sonra işlənmiş sifətin. Burada özündən sonra deyil axı. Sifət bura özündən əvvəl işləmiş, görürsünüz? Dünən baş verən hadisələr onu lap pis sarsıtmışdı. Bura sarsıtmaq feildirə, pis zərfdir. Baxırıq 24-cü suala. Səncə bu doğrudur ki, oradakılar gəlmə cəmaatı eyni yerdən sürgün edib. Səncə fikir mənbəyini bildirən ara sözdür, düzdür, modal sözdür. Doğrudur, bura sifətdir. Oradakılar sifətdir, gəlmə cəmaatı sifətdir. Eyni yerdən eyni əvəzlikdir, sürgün etmək feildir. İndi nəyə soruşur bizdən? Bizə deyir ki, yalnız bir isim xüsusiyyətini daşıyır. Oradakılar, kim oradakılar? Gəlmə cəmaat, necə, hansı cəmaat? Düzdür, doğrudur, necədir? Yalnız bir isim xüsusiyyətini daşıyıb doğrudur. Burada yoldaşlar, oradakılar elə isim xüsusiyyətini daşıyıb. Nümədə sadə sifət işlənməyib. Baxaq görək bir. Doğru sözü sadə sifətdir. Bunu çıxın. Demək, baxın, bu doğrudur, bu yanlışdır. Üçü quruşca düzəltmədir, bir dənə oradakılar və gəlmə düzəltmədir. İkisi quruşca sadədir, bir dənəsi quruşca sadədir. Feildən düzələn sifət cümlənin xəbəridir. Doğrudur, sadədir, axı içindən düzəlməyib, düzdür? Ona görə 24-cü cavab olur. Elə A variantı. 25. Dağınıq saç, dalğın fikirlər, dahiyana danışmaq, dahiyana zərfdir. Dərdli adam, ürəyi açıq adam. Nəyi soruşur? Aid olan soruşur bizdən, düzdür? Baxaq. Bir sadə üst düzəltmə, bir mürəkkəb. 1, 3, deməli 5 dənə sifət olmalıdır. Düzdür? 1, 2, 4 dənə sifət var heç. Ona görə burada 1 sadə, 3 və 1 mürəkkəb olmayacaq. Mürəkkəb sifətin tərkibində təsiri halda olan isim işlənib. Ürəyi açıqdakı onun ürəyi i təsiri deyil, burada mənsubiyyətli içində çıxın. Fərqləndirən sifətin quruşca düzəltmə sinonim və sadə antonim olan antonimi var, amonimi yoxdur. Dərdli sözündən söhbət gedir. Məsələn, qəmli, qüssəli deyə bilərsiniz, düzdür. Eyni zamanda amonimdə deyil. Məsələn, şən deyə bilərsiniz, dərdlinin antonim kimi sadə olacaq. 3 doğrudur. Sifətlərdən biri quruluşca sadədir, sadə ismi izah edir. Baxın yoldaşlar, dağınıq sadədir, düzdür. Başqa nə var? Başqa. Dağınıq saç, dalğın fikirlər, dahiyana danışmaq, dərdli adam, ürəyi açıq adam. Doğru fikirdə. Biri quruluşca sadədir, sadə ismi izah edir. Dağınıq saç. Doğrudur, amma götürmürük, çünki yanlışlıqdan yanlış götürməliyik. Kökü feil olan sifət işlənməsə də feili izah edən sifət. Bura feili izah edən sifət yoxdur, yoldaşlar. Dərdli adam, ürəyi açıq adam, dağınıq saç, dalğın fikir. Bu yanlışdır deyə götürürsünüz. Səslanması olan sifətdir. Sifətdən fərqli olaraq ilk sifət eyni köklü dərəcədə işlənməz. Səslanması heç bura sifət yoxdur. Dahiyana zərfdir. 2, 3, 5, 6 C variantı. Növbəti suala keçirik. Yenə yaralıdır qanadlar, uça bilmirəm. Burada yaralıdır. Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm. Aha. Xəbərli şəkilçisi qəbul edən quruşca düzəltmə olan sifət işlənib. Nəyə soruşur bizdən? Aid olan soruşur, düzdür. Yaralıdır, bəli, həm düzəltmədir. Eyni zamanda xəbərli şəkilçisini qəbul edib. Feildən düzələn sifət işlənməsə də kökü feillə amonim olan sifət işlənib. Yaralının kökü ilə yar feili düzdür. Feillə amonim deyil, feilin özüdür. Birinci misradakı sifət daha dərəcəlidir. İsmə aid qrammatik şəkilçi işlənsə də isimləşməyib. Bəli, yaralıdır. A dərəcədə ismə aid qrammatik şəkilçi işlənsə də isimləşməyib necədir? İsmin sualına cavab verməsə də cümlədə ismi təyin edən sifət işlənib. Baxaq şuraya bir. Yenə yaralıdır. Qanadlar uça bilmirəm, sənsiz. İsmin sualına cavab verməsə də, yəni verməsə də cümlədə ismi təyin edən sifət işlənib.
Baxın yoldaşlar, yaralıdır xəbərdir. Düzdür, ismi təyin etmir. Sənsiz necə yorulub ayaqlar. Sənsiz necə yorulub ayaqlar. Aha, burada heç sənsiz necə yorulub ayaqlar. Sənsiz necə yorulub. Baxın, ayaqlar sənsiz necə yorulub. Sənsiz də ismi təyinləməyəcək heç. Düzdürmü? Ona görə bu sualın cavabı 1-3 olacaq. Hətta belə bir şey deyirəm mən. Yenə yaralı qanadlar uça bilmirəm. Sənsiz necə yorulub ayaqlar, qaça bilmirəm. Ayaqlar sənsiz necə yorulub. Hətta bura sənsiz yorulmaq feilin aiddir. Bu zərf kimi düşünülə bilər. 26-cı cavab olacaq E variantı. Keçirik növbəti suala. 27-ci suala. Deməli, düşmənin nifrəti deyil qorxulu, dostun soyuqluğu düşmənçilikdir. Burada bir dənə qorxulu sifəti var, düzdür? Soyuqluq, düşmənçilik isimlərdir. Yalnız bir sifət işlənən nümunədə sözlərin ikisi feildən düzəlib. Bir dənə sifət var, doğrudur. Amma soyuqluq, soyuqluq bu soyuq sifətindən düzəlib. Düşmənçilik də düşmən ismindən düzəlib. Ona görə ikisi feildən düzəlib. Yanlışdır. İsim xüsusiyyətini daşıyan sifət, sifəti xüsusiyyətini daşıyan isim işlənməyib. Bəli, doğru fikirdir. Deməli, qorxulu necə belə deyək də isim xüsusiyyətini daşımayıb. Ona görə bu doğru fikirdir. Xəbər rolunda olan sözlərdən biri sifətdən düzələn isimdir. Düşmən nifrəti deyil, qorxulu, qorxulu deyil. Dostluğun soyuqluğu düşmənçilikdir. Aha, düşmənçilik düşmən ismindən düzəlib. Qorxulu da qorxu ismindən düzəlib. Düzdür? Biri sifətdən düzəlib, artıq bu yanlış fikirdir. Aha. Sifətdən düzələn isim mübtələnin ifadə vasitəsidir. Sifətdən düşmən nifrəti deyil, qorxulu, dostun soyuqluğu düşmənçilikdir. Düşmənçilikdir nə dostun soyuqluğu. Burada heç sifət ayrıca mübtələ deyil, axı dostun soyuqluğu birlikdə gedir deyə yanlışdır. Yanlış deyib deyə doğru olacaq. Sifətlərin ikisi quruşca düzəltmədir. Biri isə sadədir. Burada cəmi bir dənə isim var, sifət var. Yanlışdır, yanlış deyir deyə doğru olacaq. Cavab olur B variantı. Keçirik 28-ci suala. Bu gələn payızın suları soyuq. Gələn feil sifətdir. Küləkləri hirsli, yağışı incik. Mənim əllərimin sığalı soyuq. Sənin gözün yaşlı, baxışın incik. Soyuqdur, hirslidir, incikdir. Soyuqdur, sənin gözün yaşlıdır, baxışın incikdir. Hamısı xəbər olub, yaxşı yoldaşlar. Sifətlərin sinakсiyasıyla quruluşu eynidir. Soyuq, hirsli, incik, yaşlı. Hamısı düzəltmədir və hamısı xəbərdir. Feildən düzələn sifətlərin morfoloji sualı eynidir. Soyuq, incik. Aha. Deməli, hamısı bəli. 2 dənə feildən düzələn sifət var. Müxtəlif, daha doğrusu soyuq və incik sözlərdir. Burada da yeni sözlərdir. Suallar da eynidir, bəli, xəbər olub deyə. Və yaxud da ayrıca da nitq səs kimi suallar da eynidir. 3-cü misradakı 2 sifət işlənib. Mənim əllərimin sığalı, soyuq bir dənə sifət var. Kökü isim olan isimlə amonim olan sifətlər işlənib. Baxaq görək, məsələn, inci sözü var, düzdür? Yaşlı sözü var. Sənin gözün yaşlı. Hirsli, soyuq, incik. Kökü isim ilə amonim olan sifətlər işlənib. Baxın, məsələn, soyuq sözü var, düzdür? Bunun kökü ilə soymaq feildir, bu amonimdir, amma incik sözünün kökü inci feilidir və inci ismindən amonimdir və bir neçə dənə incik sözlər işlənib, 4 də doğrudur. Sintaksis vəzifə baxımından fərqlənən sifət işlənib. Hamısı xəbərdir, fərqlənməyəcək. 1, 2, 4 cavab alacaq. B variantı. Keçir 29-cu suala. Sifətin yanında isim gəlməsinə baxmayaraq yenə də isimləşə bilər. Doğrudur. Məsələn deyirəm ki, cavanlar kitab oxudular. Bir oldu doğru. Yenə də isimləşə bilər. Sifət yalnız ismə aid cəm hal mənsubiyyə şəkilsini qəbul edəcək isimləşir. Bu yanlışdır. Məsələn, deyirəm ki, qoca sözə başladı. Heç bir şəkildə qəbul edilməyib, amma yenə də isimləşib. Çoxaltma dərəcəli morfoloji yolla yaranan sifətlərin hamısı da vurğu 2-yə düşür. Məsələn, ca ədatının yaranışı da vurğu sonunda olacaq. Bu yanlışdır.
Cümlənin baş sözləri olduqda sifət ismin xüsusiyyətini daşımalıdır. Cümlənin baş sözləri olduqda məsələn xəbər olanı daşımalıdır deyə bir şey yoxdur. Xəbər olanı daşımaya da bilər. Bu da yanlışdır. Sifət ismin xüsusiyyətini daşıyanda dərəcə əlamətini saxlayır. Bu da doğrudur. Doğru 3 dənə yanlış, doğru 3 dənə yanlış, doğru. Bəli 29-cu cavab olacaq elə D variantı. Keçirik 30-cu suala. Sifətin ismin xüsusiyyətini daşıması ismin təsiri halına yazsan olarsa sifət ayrılır. Təsir hal təyin olunur, təsir hal xəbər olunur. Düzdür? Təsir hal mübtəda olunur. Müstəqil şəkildə cümlələrdə olmamaq bəli ola bilər ki, təsir hal cümlə tərkibinin daxilində olar. Söz birləşməsinin tərkibində işləmək ola bilər ki, söz birləşməsinin tərkibində olur. Məsələn, kitabı oxumaq. Düzdür? 4, 5, B variantı. Keçirik növbəti suala. Onun savadlı danışığını dinləmək gözəl və məqbul olar. Onun savadlı danışığını dinləmək gözəl olar, məqbul olar. Mürəkkəb feildir. Burada olarlar ixtisar olunub. Bir dənə savadlı sözdür. Burada sifət düzdür. İndi baxaq. Sifətin ikisi, bir dənə sifət var. Düzəltmə sifət müstəqil şəkildə cümlə üzvü deyil. Onun danışığı birləşmədə bu arada gedir deyə tərkibə daxil olub. Müstəqil deyil. Sadə sifətlər yoxdur. Sifət keyfiyyət bildirir, kökü amonimdir. Savadlı keyfiyyət bildirir, kökü də amonimdir. Savadın naxış mənası da var, onu biləsiniz. Ona görə cavab olur D variantı. Balacalar sinifdəkilər sizi gözləyirlər. Balacalar sinifdəkilər sizi gözləyir. Xitab deyə bilərsiniz. Balacalar sinifdəkilər. Buna da nə deyə bilərsiniz? Həmcins üz deyə bilərsiniz. Düzdür? Fərqləndirən söz xitabın ifadə vasitəsidir. 100% deyəməli, yaxud bəlkə həmcins sözdür. Cümlə daxilində sifətlərin biri hansı sualına cavab verir? Sinifdəkilər isimləşibdir, hansı sualına cavab verməyəcək? Kim sualına cavab verəcək? Düzdür? Elə balacalar da deyək ki, xitabda olsa, eyni zamanda həmcins söz olsa yenə isimləşmiş sayılır. Düzəltmə sifət ismi xüsusiyyətini daşıyır. Doğru fikirdir. Sifətlərin hər ikisi adi dərəcədədir, həmcinsdir. Balaca, sinifdəki. Həmcins deyəməli, yaxud bəlkə xitabdır. Sifətlərin biri müxtəlif dərəcələrdə işlənə bilir. Balaca sözü müxtəlif dərəcədə işlənə bilir, amma sinifdəkilər işlənə bilməz. 3, 5. E variantı. Şəhərin güllü çiçəkli parkında indi dondurucu şaxta. Fərqləndirən birinci söz, fərqləndirən ikinci söz. Təyin ifadə vasitəsi olan sifətdir. Şəhərin güllü çiçəkli parkı. Şəhərin parkı birləşmədə güllü çiçəkli arada gedir, təyin deyil. Amma dondurucu şaxta necə şaxta? Təyində, ona görə C-ni yazırıq bura. Kökü isimlə amonimlə düzəltmə sifətdir. Dondurucu. Bunun kökü donmaq, deməli, don ismi, donmaq feili amonim ola bilər. Ona görə D-ni yazırıq bura. Müstəqil şəkildə cümlə ifadə vasitəsi deyil, güllü çiçəkli sözdən söhbət gedir. N-ni yazırıq bura. Amonim şəkilçili düzəltmə sifətdir. İzah etdiyi söz amonim deyil. Amonim şəkilçilidir, dır amonimdir. Düzəltmədir. Bunun izah elədiyi söz şaxta sözü amonim deyil. Bəli, F-də yazırıq bura. İsmi izah edən sözdür, yazılış və deyilişi fərqlənir. İsmi izah edən sözdür, yazılış və deyilişi fərqlənir. Güllü çiçəkli park. Bəli, ayrılıqda, yəni cümləyə dökümə baxmayın. Güllü çiçəkli park ismin izah edir və güllü çiçəkli yazılış deyiliş fərqlənir. C-də yazsaq bura. 1 deməli A, 2 B, 3 E, C, 4-də C, D, F, bəli, A variantı. Vurğusu sona düşən yazılış və deyilişi bir-birindən fərqlənən sifətdir. Yəni, vurğusu sona düşsün. Yazılış deyiliş bir-birindən fərqlənən sifət. Poliglot isimdir, çox dil bilən adama deyirlər. Nəğməkar. Yazılış deyiliş fərqlənmir, üstdəki. Vurğu son hecaya düşür, eyni zamanda üstdəki yazılış şəkli fərqlənir. İzah etdiyi isim forma zədəcədən fərqli tələb edir. Eyni sözün təkrarına yaran mürəkkəb sifət cəm isim tələb edir. Ona görə yaşlı, bunu da seçsək. Cavab var C variantı. 35. Kəmşirin sözü şirin sifətdir deyə kəm burada azaltma dərəcəsini yaradıb, amma fürsət isimdir deyə kəm fürsət elə birlikdə dərəcə olan sifətdir. Hər ikisi mürəkkəbdir. İsimdən əmələ gəlib, mürəkkəbdə nədən əmələ gəlmədən danışılmır. Azaltma dərəcəsində olan sifətdir deyə bilərsiniz. İsmi xüsusiyyətini daşıya bilər, hər ikisi daşıya bilər. Dad bildirən sifətdir, bəli, kəmşirin dad bildirir. 3, 5.
35 də olur. Y variantı. Əsil dost, əsil misilsiz xəzinədir. O xoşbəxtliyi artırar, dərd qəmi azaldar. Xoşbəxtlik isimdir. Baxaq indi. Bir sadə bir düzəltmə. Əsil sadə misilsiz düzəltmədir. Biri götürün. Sifətlərin biri ismin sualına cavab verir. Əsil dost misilsiz xəzinədir. Sifətlərin biri ismin sualına cavab verir. Maraqlıdır. Əsil dost necə dost? Misilsiz. Bizdən səhv soruşur axı, düzdür, səhv soruşur. Bir sadə bir düzəltməni oxumuşuq, bu mürəkkəbini yoxlamışıq. Mürəkkəb sifət yoxdur axı. Ona görə belə bir yanlış da götürə bilər, düzdür. Sifətlərin bir ismi sualına cavab verir. Heç bir əsil dost, misilsiz xəzinə ismi sualına cavab vermir. Cəmi 2 sifət var, doğrudur. Sadə sifət ədatla amonimdir, əsil həm də ədatla amonimdir. Sifətlərin yalnız biri təyin rolundadır, hər ikisi təyin rolundadır. Hansı cümlə feildən düzələn sifətlər işlənib? Feildən düzələn sifətlər. Baxaq. Deməli, ölüm, ölüm, ölümsüz, bu ölüm ismindən düzəlib. Ölümdir mürəkkəbdir. Utancaq, utanmaq feilindən düzəlib. Yığ, yığcam, yığmaq feilindən düzəlib. Güləyəm, bu da gülmək feilindən düzəlib. Mürəkkəb sifətin işləndiyi cümlələri mənləşdirin. Gələcəkdəki xoşbəxtlik isimdir. Məqsəd yönlü sifətdir. Ürək açıqlığı isimdir. Daha sonra ürək açıqlıq dediyi isimdir. Küçədən keçənlərə ayaq səslərini qırıq-qırıq eşitdikcə bu zərfdir. Ələyirdə mürəkkəbdir. 2, 5, 38 olacaq D variantı. Cümlədə isim xüsusiyyətini daşıyan sifət işlənib. Bir iynə deşiyindən dəvə boyda soyuq gəlir. Gələrinə soyuq. İsmi sualına cavab verir. Bizə dəstək olan bax elə bu qocadır. Kimdir? Belə kəmsavad adam necə adam? Xəbərçi onsuz da isimdir. Testdəkiləri ismi xüsusiyyətini qəbul edib. O cür isimləşmiş sayılır. Aha, verilən cümlədəki nümunədəki cədvəlin tələblərinə əsasən müqayisə edilərək doğrular bizdən soruşur. Düzdür? Baxaq. Tufansız ürəklər durğun göl kimi suyu təzələnməz dibi lillənir. Gümüş biləklərin bu isimdir. Beyaz qolların sarı kəhrəbası hayfçı yoxdur. Deməli, sifətlər quruluşca düzəltmədir, təyin rolundadır. Tufansız durğun. Burada amma sarı sadədir, bu ortaq deyil, doğrudur. Amonim xüsusiyyəti olan sifət isimdən düzəlib. Tufan, durğun, heç biri amonim deyil. İndi buna baxaq. Amonimli olan sadə sifət təyin rolundadır. Burası sadə sifət B-yə aid baxırıq, düzdür. Amonimli olan sadə sifət təyin rolundadır. Sarı sadə sifətdir. Eyni zamanda təyin rolundadır, həm də amonimli, düzdür. Amonimli olan sadə sifət təyin rolunda deyil. Bir saniyə. Gümüş biləklərin, beyaz qolların sarı kəhrəbası hayfçı yoxdur. Bura biraz diqqətlə baxmaq lazımdır. Burada biləklərin, qolların kəhrəbası birləşmədir. Sarı burada araya daxildir. Həqiqətən təyin rolunda deyil. Düzdür? 3 sadə sifət yoxdur. Bu yanlış fikirdir. İsmi xüsusiyyətini daşıyan sifət mövcuddur. Tufansız ürək, durğun göl ortaq ola bilməz. Mürəkkəb sifət işlənməyən nümunədə sifətin xüsusiyyətini daşıyan düzəltmə söz işləməyib. Bəli, baxın, tufansız, durğun, sarı, beyaz. Həm heç bir mürəkkəb deyil, həm də deməli xüsusiyyətini daşıyan düzəltmə isim işləməyib. Həm də burada baxaq görək bir tufansız ürəklər durğun göl kimi suyu təzələnməz dibilənər. Gümüş biləklərin heç birində sifətin xüsusiyyətini daşıyan düzəltmə isim işləməyib. Bir dənə gümüş biləklər gümüşdə sadədir. Onun üçün altında seçsək 1, 3, 6 var ilə cavab. Variantı. Baxaq 41-ci suala. Uyğunsuzluq deyir deyə doğrunu pozun, yanlış yazın, yanlışı pozun, doğru yazın, düzdür. Aid olduğu ismi itirəndə substantivləşir, bu doğrudur. Bütün sifətlər ismin xüsusiyyətini daşıyanda müstəqil təyin kimi çıxış edir. Sifət ismin xüsusiyyətini daşıyanda niyə müstəqil təyin olsun ki? Sifət cümlədə qrammatik cəhətdən cümlə özü. Elə ki, sifət
isimin xüsusiyyətini daşıyan artıq təyin olmasını itirir də. Sifət cümləyə qrammatik cəhətdən cümlə üzərində bağlı olmayan funksiya daşıya bilər. Doğrudur, xitab ola bilər. Sifətin dərəcə əlamətini istənilən sözü artırıb dərəcə əlaməti əmələ gətirə bilməz. Bəli, məsələn, ki və da ki artıra bilmərsiniz. Sifətlərdə leksik şəkilçisinin işləmə mövqeyi və funksiyası müxtəlifdir və müxtəlif ola bilər. Sözə qoşulma yerinə görə və yaxud da ki, variantına görə və s. doğrudur. İndi buradan yanlışı seçirik deyə 2-ni seçirik. Buradan doğrunu seçirik deyə 4-dən 5 seçirik. 41-ci cavab olur C variantı. Cümlənin birində morfoloji və sintaktik sualları eyni olmasına baxmayaraq fərqli nitq hissəsi. Qırmızı çanta, çalışqan şagird. Fərqli nitq hissəsi. Qırmızı çanta, çalışqan şagird. Bunların morfoloji sualları fərqlidir. Bir dəqiqə baxaq. Morfoloji və sintaktik sualları eyni olmasına baxmayaraq, burada qırmızı sözünün morfoloji və sintaktik funksiya sualı fərqlidir. Çalışqanda yenə fərqlidir. Gözəl insan, yaxşı söz. Ümumiyyətlə, belə bir şey deyim də sizə. Bu elə söz yoxdur ki, burada biz D variantını çıxsaq, elə bir söz yoxdur ki, morfoloji sintaktik sualları eyni olsun. Eyni olsun. Düzdür? Amma burada belə deyək də, baxın, düşünən beynin morfoloji sual deyildi, sintaktik sual deyildi. Hansı beyin? Düşünən beyin. Eyni zamanda fe'li sifət ayrıca cümlədən kənardır hansı sualına cavab verəcək. Düzdür? Sağlam sözdə cümlə daxilində hansı sualına cavab verir? Sağlam gələcək. Düzdür? Hər ikisinin morfoloji sintaktik sualı eynidir. Fərqli nitq hissəsinə aid söz, amma düşünən fe'li sifət, yəni fe'ldir, bu sifətdir. Keçirik 43-cü suala. Müstəqil şəkildə cümlə üzvü olmayan düzəltmə sifət, sifətin xüsusiyyətini xüsusi qrammatik göstəricisi olmadan isim xüsusiyyətini daşıyır. İnsanlara yaxşı davranmaq onun böyük xəyalı idi. Müstəqil şəkildə cümlə üzvü olmayan düzəltmə sifət onun xəyalı idi. Böyük burada araya daxil oldu. Ona görə anı yazırıq bura. Qışın soyuğu düşəndən sonra vəziyyətləri çətinləşdi. Qışın soyuğu düşəndən sonra bir yerə təxil olunur. Bura soyuq sözü arada gedir, düzdür? Qonşu kənddəki köçəri tayfalar bura gəlmişdi. Bu heç bir şərt uyğun deyil. Sifət xüsusi qrammatik göstərici olmanın ismi xüsusiyyətini daşıması da yoxdur. Bu da uyğun gəlmir. C-nə çıxırsınız. Ümid edilir ki, yurdun igidləri vətəni darda qoymaz. Sifət xüsusi qrammatik göstərici olmadan ismi xüsusiyyətini daşıyır. Aha. Ümid edirdi ki, yurdun igidləri, bu da göstərici qəbul eləyib daşıyır. Səhərdən kənddə axtarımız qoca gəlmişdi kim? Qoca, ismi xüsusiyyətini daşıyır, amma şəkilçi qəbul eləməyib. A, B, E. 43-cü cavab olacaq variantı. 44-cü suala keçirik. Aşağıda verilmiş cümlələri nəzərə alaraq uyğun fikirləri müəyyənləşdirin. Onun kəmsavad danışıqları, kəmsavad var burada. Hamı narahat edirdi. Beşikdəki ağbəniz uşağın qığıltısı eşidildi. Sevimli kitablarımı oxuyanda ruhum dincəlir. Burada sevimli söz var. Yalnız bir cümləyə aid olan doğru fikir. Cəmi bir sifət işlənmiş bu cümlədə sifət təyin rolunda deyil. Baxın, cəmi bir sifət işlənmiş bir budur, bir də budur, düzdür. Onun danışıqları bura təyin deyil, çünki araya daxil olub. Sevmiş kitabını oxuyanda bura təyin deyil, çünki and-əndə fe'li bağlama tərkibinin daxilində araya daxil olub. Onda cəmi bir sifət işlənmiş bu cümlədə sifət təyin rolunda deyil. Yalnız bir cümləyə doğru fikir deyil, iki cümləyə doğru fikir. Amma birləri çıxın getsin. Düzdür. Yalnız hansı sualına cavab verən sifət işlənən cümlədə azaltma dərəcəli sifət işlənib. Burada yalnız hansı sualına cavab verən söz buradadır, düzdür. Azaltma dərəcəli sifət işlənib. Ağbəniz azaltma dərəcəsində deyil də, bəniz ismi olduğu üçün birlikdə ad dərəcədir. Ona görə 2-də səhvdir, 2-nin də yanı çıxaq. Daha sonra deməli 3, 5, 6, 3, 5, 6, bir dənə 4-ə baxaq. Düzəltmə sifət yalnız 2 cümləyə aid olan yanlış fikir. Düzəltmə sifət işlənsə də quruşca sadə olan sifət işlənməyib. Baxın, kəmsavad. Burada düzəltmə sifət beşikdəkidir, biraz sevimlidir. Düzəltmə sifət işlənsə də quruşca sadə olan sifət işlənməyib. Yalnız 2 cümləyə aid olan yanlış fikirdir. Aha. Bir dəfə də baxaq.
sevimli, bir də 5 işdəki. Deyir ki, düzəltmə sifət işlənsə də quruluşca sadə olan sifət yalnız iki cümləyə ayrılan yanlış fikir. Bu yalnız iki cümləyə ayrılan doğru fikirdir də. Quruluşca sadə sifət işlənsə də quruluşca sadə sifət işlənsə də, düzəltmə sifət işlənsə də sadə olan sifət işlənməyib də, düzdürmü? Bu hər şey sanki doğru fikirdir, amma buna yanlış soruşur. Çıxırıq gedir. Ona görə 4-də çıxsaq elə cavab qalacaq 1, 3, 3, 5, 6. Baxırıq 45-ci suala. Aha, demişik ki, bunları variantla işləmək lazımdır. Gəlin bura C-ni yazaq. Bura C-ni yazsaq, B və F-dəki fikir C-yə ayrı olmalıdır. Aha. Parlaq sözdən şəkilçi eyni olan şəkilçi. Parlaq. C-da həyətdə böyük. Böyük. Bura C-ni yazsaq əgər, böyükdəki K parlaqdakı Q-la eyni deyil. Çünki bu qapalı saytdır. I-qındır, bu açıq saytda A-qındır. Ona görə birə C-dırsa 2-yə B olmaz. Baxın, birə C-dırsa 2-yə B olmaz, birə C-dırsa 2-yə B olmaz. Çıxdıq getdi. 2 dənə cavabımız qaldı. Ya B-dir, ya da D-dir. Yəni demək biz ora nə yazmalıyıq? Bura biz yazmalıyıq D-ni. Aha, D-ni səliqəli formada yazaq bura. Burada arada nə fərq var? Burada arada bir dənə biz nəyə baxaq? Gəlin F-ə baxaq. 2 düzəltmə sifət işlənmiş cümlədə baxaq. Yaşadıqları onu bugünkü mürəkkəbdə halında belə dürüst insan kimi davranmaq. Görürsə 2 dənə düzəltmə yoxdur deyə F-i çıxsaq, elə cavab qalacaq 45-də D variantı. 2 düzəltmə sifət yoxdur, F-i çıxırıq. Tələffüzə əsasən verilən hansı söz həm sifət, həm də isim kimi düşünülə bilər. Bura cavab konkret deyəcəm də sizə şikəst ola bilər. Bir var ki, Qarabağ şikəstəsi, şikəstə. Bir var şikəst adam, yönlü halda olan şikəst adam kimi düşünə bilərsiniz. Yaxşı. 47. Fərqləndirilən sözlər əsasən Eler-Venn diaqramda uyğun fikirləri. Fərqləndirilən söz əsasən deyir, düzdür? Baxaq. İsimdən düzələn sözdür. Güclə isimdən düzəlib, dahiyanə, dahi sifətindən düzəlib. Ona görə bir doğru yer edilir. Bizə nəyə söz uyğunluq? Yəni, bir olmayanlar avtomatik çıxaq, biraz işimiz yüngülləşsin. İzah etdiyi söz quruluşca sadədir. Güclə danışırdı, dahiyanə fikirlər. Bu ortada olmalıdır. İçini çıxın avtomatik. İkilər getdi. Özündən sonra gələn söz quruluşca sadə olan isimdir. Danışırdı. Danışmaq feildir. Bu ortada olmaz. Nağdı 3-də çıxın. Cavab qalsın 1, 5, 6. İşləmə yeri nasıl olaraq sabit qrammatik mənaya malikdir. İşləmə yeri nasıl olmayaraq sabit. Niyə ki? Dahiyanə sözü dahiyanə insan olsaydı, dahiyanə fikir olsaydı olacaqdı. Üzr istəyirəm. Bura dahiyanə sözü heç zərf deyil, sifətdir. Çünki dahiyanə fikrə aiddir axı, düzdür? Dahiyanə fikirlərdir. Ona görə bura dahiyanə sifətdir. Amma dahiyanə feilə aid olsa qrammatik mənası dəyişir, yəni sabit olmayacaq. Ona görə 4-də çıxsaq, cavab qalacaq C variantı. Baxaq 48-ci suala. Alimin gözəlliyi onun davranışındadır. Gözəlliyi isimli, davranış da isimli. Düzdürmü? Aha. Keyfiyyət bildirən sözdür. Gözəlliyi isimli, keyfiyyət bildirmir. Birləri çıxın getsin. Ad bildirən quruluşca düzəltmədir. Deməli, davranışıdır. Ad bildirir. Bizə nəyə soruşur? Əsasını müəyyən edin. Ad bildirir. Quruluşca düzəltmədir. İsim olduğu üçün ad bildirir. Davranışa düzəltmədir. İkini götürək. Bir dənə 2 olmayanlara çıxaq. İşimizi rahatlaşdırın. Təsiri haldadır. Onun gözəlliyi. Alimin gözəlliyi, onun gözəlliyi mənsubiyyət təsiri halda deyil. 3 yanlışdır, götür. Başlanğıc olması ilə kökü eyni deyil. Düzdür, başlanğıc olması gözəllik. Gözəl köklü gözəllik başlanğıc olmadır. Eyni deyil, doğru deyə götürmürsünüz. Forması 3 dəfə dəyişib. Onun davranışı dadır. Düzdür, 3 dəfə dəyişib götürmürsünüz. Əllə toxunulması da gözlə görünür. Xeyr, gözlə də görünmür. Cavab olacaq C variantı, B variantı. Baxırıq növbəti suala.
Azaltma dərəcəli sifət işləyən cümlə. Kəmsavad adi dərəcədə, çünki savad isimdir. Ağbəniz, bəniz isimli olduğu üçün bu da adi dərəcədir, balaca adi dərəcədir. Ala yarımçıq işlər. C-ni götürə bilərik 49-a. Kəmşirin adidir. Bir dəqiqə. Kəmşirinlik isimdir bu, heç bunu çıxın. Sarışınlıq da isimdir. Dünyadakı yaxşılıqlar, yaxşılıq isimdir. Təmiz insanların çirkə bürünmüşlərə etdiyi ərmağandır. Sifətlər quruluşsa eyni deyil. Dünyadakı təmiz, doğrudur. Daha sonra. Morfoloji baxımdan eyni suala cavab verirlər. Dünyadakı yaxşılıqlar, təmiz insanlar. Təmiz insan necə insan, dünyadakı hansı eyni suala cavab vermir axı. Dakı ilə də gəldi sifətlərin sualı fərqlənir. İsmi xüsusiyyətini daşıyan sifət yoxdur, doğrudur. Sintaktik vəzifələri fərqlidir, eynidir, hamısı təyindir. Kökü sifət olan sözdə ismi xüsusiyyətini daşıma cəm şəkilçisi ilə olmuşdur. İsmi xüsusiyyətini daşıma yoxdur heç birində. 1-3 A variantı. 51. Boş xanalardan yalnız birinə yazılacaq cümləni müəyyənləşdirin. Rəng bildirən sifət var, quruluşda düzəltmə yalnız birinə aid olmalıdır, düzdür. Onun gümüşü saçları həm rəng bildirir, həm də düzəltmədir. Bunu çıx. Armudu rəng bildirir, quruluşda düzəltmə sifət var. Bizdə armudu stəkanlara çay içmirdilər. Baxın, armudu düzəltmə bildirir, düzdür. Armudu stəkanı çay içmirdilər. Armudu düzəltmədə, düzdür. Eyni zamanda burada ağ sifəti də, rəng bildirən sifət də var. Bir əyri baxışım, əyri baxışım bəs edir ki, gəlib üzr istəyirəm, ağ eləməsin. Ağ eləmək mürəkkəb feildir, yaxşı. Burada ağ ayrıca sifət deyil. Ona görə bu yalnız birinə uyğun gəlir. Bənövşəyi güllərdən gətirəcəyəm. Bənövşəyi hər ikisinə uyğun gələcək. Qırmızı rəngli paltarlı, bu da hər ikisinə uyğun gələcək, çıxırıq gedir. Hansı sözlər azaltma dərəcəsindədir? Alababat azaltma dərəcəsindədir. Açıq aşırı, açıqdan sonra rəng gəlməlidir. Çıxırsınız. Alabula mürəkkəb sifətdir, dərəcədə deyil. Çünki bilsin nədir? Burada bula ayrıca məna vermir deyə, bunlar ikisi birlikdə bir sifət əmələ gətirir, mürəkkəb sifət. Bir təhər azaltmalı deyil, sarışında azaltmalıdır. 1-5, 52-ci cavab olacaq E variantı. Davam edək. Hansı variantda sual işarəsi yerinə doğrudur sözü yazılmalıdır? Hansı suala cavab verən istənilən sifət quruluşda düzəltmədə mürəkkəb də ola bilər? Tərkibində mənsup şəkildə olan sifət mütləq adlı halda olmalıdır. Belə bir şey yoxdur, təsirlikdə də ola bilər. Tamamlıq vəzifəsindən çıxış etməyən sifət mütləq qrammatik şəkildə işlənir. Tamamlıq vəzifəsindən çıxış etməyən sifət mütləq qrammatik vəzifədə, qrammatik şəkildə işlənir. Belə bir fikir olmaz. Məsələn, tutaq ki, xəbərdir, xəbəri formasına işlənib və qrammatik şəkilçisi var. İsimləşən sifət dərəcə bildirmə əlamətini heç vaxt itirmir, bu 100% doğrudur. Ona görə D-ni deyə bilərik. Xəbər vəzifəsindən çıxış edən sifət mütləq xəbəri şəkilçisi qəbul edib. Xəbər vəzifəsindən çıxış edən sifət mütləq xəbərlik şəkilçisi, bəlkə idini qəbul edib xəbər olub. Məsələn, gözəl idi. Xəbəri şəkilçisini qəbul edəməyib bəlkə. Sonra baxırıq 54-cü suala. Sönməz, buruq. Sönməzi m, inkar, əz zaman kimi düşünə bilərsiniz. Bu zaman feil olur. Belə düşünsə düzəltmə sifət olur. Buruq da bütün onlara belədir. Bir dəfə isimli, bir dəfə sifət. Ortaq cəhət, fərqli cəhət. Həm sifət, həm də başqa nəqsəti kimi çıxış edir. Bu ortaq cəhətdir. Feil sifət, bu da isim sifət. Fərqli cəhət. Yazılışı və deyilişi fərqlənən bu sifət digər nəqsəti kimi çıxış edir. Quruluş dəyişir. Yazılış və deyilişi fərqlənən bu sifət sönməz. Nə olur mu, düzdür? Sifət olanda düzəltmə olur, feil olanda said olur. Bu fərqli, amma bu hər iki halda düzəltmədir. Daha sonra amonimliyə malikdir. Sönməz amonim deyil. Söz sifət kimi işlənə bilmir. Feili sifət kimi işlənir. Bu da heç birinə aid deyil. 1-3 D variantı. Hansı birləşmənin əsas tərəfindəki sözə başqa nitq hissəsi olan sözlə əvəzləməklə asıl tərəfi sifətə çevirmək olmaz. Açıq danışmaq, açıq danışıq, açıq hava. Şirin-şirin yazışmaq, şirin-şirin, məsələn, söhbət. Dahiyənə fikir, uzun-uzadı
Məsələn, nə deyə bilərik? Uzun uzadı, düşüncələr məni yordu. Amma tez-tezdən sonra əşya gələ bilməz deyə bütün hallarda bu zərf olur. Bunun məntiqi budur ki, bu feilləri əşya ilə əvəzləşdirsək, birinci tərəf olur sifət. Aydındır? Amma burada tez-tezdən sonra əşya gətirə bilmərik. 56. Əgər cümlədə ismi xüsusiyyətini daşıyan sifət varsa, həmin cümlədə haqqında verilmiş cümlədə nöqtələrin yerinə uyğun gələnləri bizdən soruşur. Əminliklə demək olar ki, cümlədə ismin xüsusiyyətini daşıyan sifət varsa, cümlədə isimləşən sifət var, bəli deyə bilərik. İsim olmasa da ismin xüsusiyyətini daşıyan sifət var. Aha. Deməli, isim olmasa da isimin xüsusiyyətini daşıyan sifət var. Niyə əminliklə deyirik? Başa düşməyəm. Bir dəfə də baxaq buna. Əgər cümlədə ismin xüsusiyyətini daşıyan sifət varsa, həmin cümlə haqqında əminliklə demək olar ki, ismin xüsusiyyətini daşıyan sifət varsa, isim olmasa da ismin xüsusiyyətini daşıyan sifət var. Bu isim niyə ki isim də ola bilər də, düzdürmü? Ancaq bunu əminliklə götürə bilmərik. Sifət təyin vəzif rolunda deyil. Bu 100%'dir, bu ehtimal deyil. Həmin sifət müstəqil şəkildə cümlə üzrə, bu artıq ehtimal ola bilər. 1-4. Müəllim şagirdlərə tapşırır ki, tərkibində çoxaltma dərəcəli sifətin olduğu cümlələri qursunlar. Hansı cümlələri yazan şagird tapşırığını yetirmiş olacaq? Gömgöy olmaq mürəkkəb feildir, bunu çıxın. Dümdüz yerimək, dümdüz yeriməyə ayrı olub deyə zərfdir, bunda çıxın. İndi çox sağlam insanlar, çox sağlam, bunu götürə bilərsiniz. Ağappaq, bunu da götürə bilərsiniz. Rahatca yaşamağa, burada yaşamaq feildir, bu zərfdir, 3-4, D variantı. Baxırıq 58-ci suala. Cədvəlin sol xanalarındakı quruşda sadə sifətlər, sağ xanalarına quruşda mürəkkəb sifətlər yer almışdır. Hansı sözlər bu şərtdə pozur? Aha, baxın, solda sol xanasında quruşda sadə sifətlər, düzdür? Aha, bizə pozan lazım deyə bunu götürürsünüz, düzdürmü? Sonra pozan deyir, hə? Viranə, viran, viranə. Bunu da götürə bilərik. Aqilanə, bunu da götürə bilərik. Bunlar düzəltmədir. Fərsiz, bu sadədir, bunu çıxırıq. Tünd qırmızı. Sağ xanalarında quruluşca mürəkkəb. Tünd qırmızı, ayaq yalın, qeyri-adilikdə isimdir, bunu seçirik. Tünd qırmızı mürəkkəb, ayaq yalın mürəkkəb, o günkü mürəkkəb. 1, 2, 7, 1, 2, 3, 7 E variantı. 58 olur E variantı. Yəni buradan sadə olmayanları, buradan da mürəkkəb olmayanları çıxdıq. Burada qeyri-adili mürəkkəbdir, amma isimdir. Sifət deyil. Ona görə 58-də dedik. E variantı. 59-a baxaq. Klasteri tamamlayan tam cavab bizdən soruşur. Sifət çoxaltma dərəcəsindədir. Müstəqil şəkildə bumbuz, bomboş. Baxın, buz isimdir deyə çoxaltma dərəcəsi olmayacaq, amma boş sifət deyə bomboş çoxaltma olacaq. Ona görə bu sualın cavabı E olacaq. Niyə E olacaq? Baxın. Sifət çoxaltma dərəcəsindədir. Bir də E-ni yazsaq, həqiqətən çoxaltma dərəcəsindədir, düzdür? Ona görə bura A-nı yaza bilərik. Müstəqil şəkildə zərfli və təyin kimi çıxış edə bilən A dərəcədə olmayan sözdür. Aha, müstəqil şəkildə təyin ola bilər və zərflik də ola bilər də. Özündən sonra feil və əşya gəlməyindən asılı olaraq. Bir də A dərəcədə olmayan sözlərə B-ni də yaza bilərik bura. Aha. Sonra F-ə baxaq. Sintaktik üsul əmələ gəlməyən sifətdir. Belə morfoloji üsul əmələ gəlib. F-i də yazsaq cavab alınır. Ona görə cavab olacaq E variantı. Məsələn, bax, bura E olmaz. Sözün sonracası yalnız isim kimi çıxış edən sözdür. Boş sifət də ola bilər. Bax, ona görə E-ni yazılmayacaq deyə bunu çıxırıq gedir, düzdür? Burada da BF yazmışıq, A yazmamışıq deyə ona görə bunu çıxırıq gedir. Düzdürmü? Yerə qaldı 2 dənə cavab. İndi baxın, bura əgər C-ni yazmışıqsa, bura C-ni tutaq ki, bura bomboş sözünü yazmışıq, düzdür? Daha doğrusu, bura tutaq ki, bomboş sözünü yazmışıq. Sifət çoxaltma dərəcəsi heç A uyğun gəlməyəcək, ona görə bunu da çıxırıq. Çünki bomboş çoxaltma dərəcəsində deyil. Ona görə deməli 59-un cavabı olur E variantı. Bu sualları yenə deyirəm, variantla işləmək daha məqsədə uyğundur.
Aha, deyir ki, hansı sual işarəsinin yerinə istənilən sifət sözünü yaza bilərik? Çoxaltma azalma dərəcəsində işlənə bilər. Xeyr, ki və dakıdan yaranlar işlənməyəcək. Leksik şəkilçə qəbul edib düzəltmə sifət kimi çıxış edə bilər. Bəlkə mürəkkəbdir. Necə suala cavab verə bilər? Bəlkə ki ilə düzəlib. Özdən sonra ismin formaca dəyişməyini tələb etmir. İstənilən sifət niyə? Məsələn, yaşıl yazsaq, yaşıl. Bu tələb edir ki, mürəkkəb olsun. Müstəqil şəkildə cümlədə uyğunluq çıxış edə bilər. Bəli, bizim artıq cavabımızdır. 61. Hansı sözlər haqqında yanlış fikir verilib? Dairəvi. Bu söz quruşda sadə olmasına baxmayaraq, bu söz sadə deyil, düzəltmədi. Bunu seçin. Dairəvi. Antifaşist quruşda düzəltmə bu sifət ön şəkildə işlənib. Doğrudur. Ağımsov tərcümə bir şəkildə olan azaltma dərəcəli sifətdir. Şaqül, üfiqi tərcümə təhlil və dərəcələri eyni olan şaqul, üfiq, obrazlı həm sifət həm də isim. Obrazlı necə isim ola bilər ki? Olmaz. 5-də ölçək. 1-5. C variantı. 62. Şərtlərin yalnız birinə uyğunlanan cümləni müəyyənləşdirin. Cümlədə düzəltmə sifət var. Sifət müstəqil cümlə əzvidir. Normal insan öz hərəkəti. Burada həm müstəqil demək cümlə əzvidir, həm də normal düzəltmədir. Hamı xeyirxah əməl məşğul olsa, xeyirxah həm düzəltmədir, həm də müstəqildir. Bugünkü hadisələri şahid olanlar bunu hər yerdə anlatmağa çalışırlar. Burada düzəltmə sifətdə yoxdur. Bugünkü hadisələri şahid olanlar heç müstəqil də deyil. Fe'li sifətin tərkibindədir. Asinxron mühərrik ilə sinxron mühərrikin iş prinsipinin fərqli olduğunu başa salırlar. Asinxron mühərriklə sinxron mühərrikin eyni olduğunu fe'li sifət deyə hamısı bir tərkibə daxildir. Ona görə müstəqil cümlə deyil, amma sinxron burada ön şəkildə bu söz düzəltmədir. Cavab D olacaq. Burada həm müstəqildir, baxaq. Məktəbə təhsil dünyəvi idi. Düzəltmə sifət var. Düzəltmə sifət müstəqil cümlədir. Dünyəvi sadədir. 63. Nə soruşur bizdən? Qanmaz qansa ki, qanmazdır. Qanmaz qansa ki, qanmazdır. Yaşamağa nə var ki? Hörmə saçları çox gözəldir. Hamı kimi mən də ona vurğun olmuşdum. Vurulmaq mürəkkəb feildir. Cümlə yalnız birinə aiddir. Aha. Yalnız birinə aiddir. Cümlədə düzəltmə sifətlə başlayır. Qanmaz, hörmə hər ikisinə aiddir. Birlər çıxın getsin. Cümlədəki sifətlərin biri qüvvətlənici ədatla işlənib. Çox gözəldən söhbət gedir, düzdür. Ona görə ikini seçək. Heç birinə aid. Cümlədə 3 sifət var, heç birinə 3 dənə sifət yoxdur, düzdür. Cümlədə müstəqil cümlə əzvi olmayan sifət yoxdur. Baxaq görək bir. Qanmaz qansa ki, qanmazdır. Hörmə saçları heç birinə aid deyil. Müstəqil cümlə əzvi olmayan sifət yoxdur. Müstəqil cümlə əzvi olmayan sifət yoxdur. Bu heç birinə aid deyil, yoxdur, hamısına aiddir. Bir dəqiqə baxaq. Yoldaşlar, bu hər iki cümlə üçün düz olsun, bunu götürməyəcək. Bunu da götürməsək cavab olacaq variantı. 64. Hansı variantda altından xətt çəkilmiş hissələrin yalnız ikisi sifətdir? Altından xətt çəkilmiş hissələrdən yalnız ikisi sifətdir, düzdür? Soyğunçuluq isimdir. Təcrübəli polislər soyğunçuluq isimdir. Lirik qəhrəman Qarabəxtin Sadiq üçü. Ən oxunaqlı yaxşı mahnılar sənin üçün bəstlədim, amma sənin səsini çox dinləməli də fe'li sifətdir, düzdürmü? Bunu götürək də, düzdürmü? Sifət, bu da fe'li sifət. C-ni götürək. Qaçqın, yadelli, həmyerli. Bunu çıxın getsin. Qaçqın isim, həmyerli isim. Mübariz, cəsur, azğın, hər üç sifət. Neçə cümlədə sifət işlənmişdir? Neçə cümlədə deyir sifət işlənmişdir, düzdür? Qorxudan üzü dümaq olmuş, əli, dümaq olmaq bir yerdə mürəkkəb feildir. Sürətlə evə doğru qaçdı, burada yoxdur. Burada facianə hadisə, facianə. Mənə heç ədalətlə davranmadılar. Bunlar necə insanlardır? Davranmaq feil olduğu üçün bu zərfdir. Bənzər fikirlər, bənzər.
İnşallah ki bunu göstərə biləcəyik. Ölkənin intensiv inkişafı. Necə inkişaf? İntensiv inkişaf. 3 dənə hardadır? B variantında. 66. Əgər altına xətt çəkilən sözü bitişik yazsaq, hansı dəyişirik? Sözə baxan burada fe'li sifətdir, amma bitişik yazsaq olacaq mürəkkəb sifət, yaxşı? Aha. Sifətlərin sayı artar, bəli. Fonetik nömrə pozlar, xeyr. Düzəltmə mürəkkəb sifət işlənəcək, bəli. Bitişik yazsaq mürəkkəbdir. Sevimli, onsuz da deməli burada düzəltmə var idi. Fe'l olmaz, düzü bitişik yazsaq fe'l olmayacaq. 1, 3, 4, B variantı. Çünki başqa fe'l yoxdur axı. 66 oldu B. 67'ye baxaq. Düzəltmə sifətin müstəqil cümlə üzvü olduğu cümlənin qarşısında deməli üçbucaq mürəkkəb sifətin müstəqil cümləsi olan qarşısında dairə var. Bizə nəyi soruşur? Bu şərt pozulub. Deməli, ani sükut hamını qorxutdu. Ani pozulmayıb. Şirin-şirin meyvə yeyən uşaqlar kiçikcə otağa yığışmışdılar. Deməli, şirin-şirin meyvələr. Bura kiçik sözü sadədir. Burada ədatdır, düzdür. Şirin-şirin meyvələr yeyən uşaqlarda bir yerdə şirin-şirin meyvənin tərkibi daxildir. Ümumiyyətlə, burada bu işarə səhv qoyulub da, düzdürmü? Burada yoxdur. Onca 67-ci cavabı B variantıdır. Dəftərdə qırıq-qırıq xətt. Burada qırıq-qırıq mürəkkəbdir. Burada qarma-qarışıq mürəkkəb təyindir. Burada da sağlam fikir. Düzdürmü? 68. Cömert igid 68. Meydandan qaçmaz. Bu namərd insanın əməlidir. Deməli, cömert igid meydandan qaçmaz. Namərd insan əməlidir. Badamı gözləri ilə mənə baxan aqil açıq-aşkar hisslərini nümayiş etdirirdi. Açıq-aşkar hisslərini nümayiş etdirirdi. Amma mən onun riyakar olduğunu yaxşı bilirdim. Burada açıq-aşkar zərf olmuş olacaq. Həm sadə, həm də düzəltmə sifət var. Deməli, sadə də var, düzəltmə də var, düzdür. İgidlə cömert və yaxud da namərd. Ön şəkilçi sifətlərin məzmunu ziddiyyət var. Bəli, cömertlə namərd. Cömert müsbətdə, namərd mənfidir. Sifətlərin bir rəng binəlidir cəmi. Azaltma dərəcəli sifət yoxdur. İkisinin azaltma dərəcəli sifət yoxdur. Düzdür, bunda çıxın. Azaltma dərəcəli sifətin olmadığı nümayəndə çoxaltma dərəcəli sifət də yoxdur. Bu da doğrudur. 1, 2, 5. 69'a baxırıq. Adi dərəcəli sifət bumbuz adidir. Kəmsavad da adidir. Balaca da adidir. Düzdür, bumbuz buz isimdir. Savad isimdir. Balaca da bütöv. Kökdür. Büsbütün çoxaltma dərəcəli zərfdir. Çox düşüncəli. Tünd rəngli. Tünddən sonra sifət gəlməlidir. Rəng bildirən sifət gəlməyib. 5'də 3 isə 1, 2, 3, 5 A variantı. Daha sonra 70'ə baxırıq. Ən utancaq dostum Qarayanyaz Əlövsət idi. O soyuqqanlı oğlan idi. Daim hamıdan uzaq gəzirdi. Nəyi soruşur bizdən? Uyğunluğu müəyyənləşdirin. Təyin ifadə vasitəsi olan sifətlər morfoloji quruluşca fərqlənsə də sintaktik quruluşca fərqlənmir. Ən utancaq dostum Qarayanyaz soyuqqanlı mürəkkəbdir. Məsələn, soyuqqanlı utancaq düzəltmədir. Amma hər ikisi sadə təyindir. Feildən yaranan çoxaltma dərəcəli sifət isimləşməyib. Ən utancaq, utancaq, bəli, isimləşməyib. Müstəqil cümlə üzvür, 2 də doğrudur. Sifətlərin biri yaxın sözünün antonimidir. Yaxın antonimi uzaqdır. Burada uzaq gəzmək, uzaq bura zərfdir deyə sifət deyil, 3 çıx. Mürəkkəb sifət tərəflərindən hər ikisi düzəltmə olan sözlərdən ibarətdir. Soyuq, soyuq, qanqanlı, doğrudur, götürmə. 3 sifət var, ikisi mürəkkəb və adi dərəcədədir. Qarayanyaz. Bu Qarayanıza mürəkkəb deməyəcəksiniz də, yaxşı. Ona görə ikisi mürəkkəb deyil. İsimləşən sifət yoxdur. Qarayanyaz Əlövsətdir, soyuqqanlı oğlanıdır. Bir dəqiqə, 3 sifət var, ikisi mürəkkəbdir. Bu yanlışı götürün. Sifət yoxdur, bu da doğrudur, çıxın. 1, 2, 5 var, C variantı. Bu qədər yoldaşlar, sağ olun, sağlıqla qalın.